mən bir dənə də belə sual vermək istəyirəm ki, məsəl üçün deməli mənim qızımın 7 yaşı var. O fikrini tam səlit şəkildə mənim başa düşəcəyim formada izah eləyə bilir. İstəyirəm, istəmirəm, qəbuldur, qəbul deyil. Hekayə də danışanda başa düşürəm. Oğlumun qısa sözlərini başa düşürəm, amma uzun qurduğu cümləni başa düşmürəm. Mama, orada olmuşdu, nə idi? Söhbət uzanır, mən məğzini itirirəm. O mən nə demək istədiyimi başa düşmürəm. Axırda o gülürsə mən gülürəm. Axırda nə reaksiya versə mən də onun eynisini edirəm. Mən maraqlıdır, bu uşaqda olan nədir? Bu sujet xətti dildə qalır sanki. Məsələn, balaca uşaqlarda olur. Green, yellow, red. Əslində sözlər tam demir. Amma o intonasiya qalır balaca uşaqda da. Amma sözlər tam deyil. Sözü də tam deyil. Məğzi də tam deyil ki, mən başa düşə bilmirəm. Deyirəm Fərid, olar sən təkrar deyəsən. Mən ona təkrar deyəndə o da hisslənir ki, bu nə deyə? Sən başa düşmürsən, mən nə deyirəm? Orada belə bir itirmə anımız olur bizim. Bax, sizə bayaq uşağınızı görəndə dedim, safda daha ağıllı və daha sanki sözə baxanda. Bu saflıq uşağı emosional zəkanı geri salır. Öz çözüm yöntəmlərini, yəni çarəsizlikdə qalmır uşaq, çözüm yöntəmlərini artıq fikirləşə bilmir, məsuliyyət hissi yoxdur. Yəni sadəcə özü eləyə bilmir də, valideyn deyəndə eləyir. Amma özü nəsə bir çıxış yolu tapsın, bu yoxdur. Emosional zəka zəif olanda bu anda intellektual zəkaya təsir göstərir. Cümlələrin də uşaq kimi çıxır. Cümlələrin və anlatım dilində artıq emosional harda qalıbsa, ona uyğun olur. Məsələn, bu 5-7 yaşında uşaqdır. Bunun emosional zəkası baxırsan ki, oynayanda gülməyi, ağlamağı və ya nəyisə reaksiya verməyi balaca uşaq kimidir. Hardasa 3 yaşlı uşaq kimidir. Demək 3 yaşlı uşaq kimi danışacaqdır. Hə, ağlayanda da yığışır, ağlayır. Hə. Hansı yaş dönəminin emosiyasındadırsa, intellekt, nitq artıq get-gedə ora gedib çatır. Yəni çünki danışanda biz emosional danışırıq, nəyisə anlatmağa çalışırıq, izah eləməyə çalışırıq. Əslində intellektual olaraq zəka cəhətdən bəlkə də yaxşı uşaqdır, öyrənə bilir, şahmata gedir, yaxşı oxuyur. Hə, bu IQ-dur. Aha, bu IQ-dur. Qarışdırmayın. Hə, qarışdırmayasınız. Amma bu IQ-nu üzə çıxartmaq nə iləndir? Emosiya iləndir. Burada EQ işə düşür. Emosional zəka EQ-dur. Burada EQ işə düşür. Bu harda qalıbdı? O qədər, bu qədər, yəni savadlı uşaqlarımız və insanlar var da indi hal-hazırda kompüter arxasında çox savadlı və yəni çox böyük işlər görmüşlər. Amma deyəsən ki, məsələn mikrofon qabağında 2 cümlə denən, ya bunun elədiyini bir anlat, heç bir şey yoxdur ortaqda.